Əgər bu gün bölgələrdə məhkəmə qərarları var, 3 məhkəmənin üçünü də keçirirlər vətəndaş, əziyyətlə yollarda qalırlar, ali məhkəməsinə kimi gəlib çıxırlar, sonra icra və probasiya şöbəsinin bəzi əməkdaşları işi icra edə bilmir. Daha doğrusu etmək istəmir. Bir aktla 3 hakimin qərarının üstündən xət çəkirlər. Mən də təklif eləmişdim efirdə, yenə də deyirəm, biraz inciyiblər bəzi qurumlar ki, niyə belə deyirsiniz? Mənim fikrimdir, təkrar edirəm, bu icra və probasiya şöbəsi məhkəmənin qərarlarını icra edə bilmirsə, iş alınıb verilsin Daxili İşlər Nazirliyinə. Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələri əminliklə deyirəm ki, çox rahat formada, çox sərbəst işi icra edəcək. Bilirəm, işləri çoxdur, amma neyə bizim başqa bir ümidimiz yoxdur. Yenə də deyirəm, əlimdə o qədər məhkəmə qərarları var, özüm iştirak eləmişəm, vəkillərimiz iştirak edib. Deyəcək, uduruq, icraçı deyir, neyini mən getdim qapıya, əlinə bıçaq aldı. Belə şey mi olar? Amma Daxili İşlər Nazirliyi bu işi öz üzərinə götürsə, o bıçaq aldığı üçün də cinayətə cəlb olunacaq. Yəni, bu var.